Salam hörmətli dinləyicilər, İqtisadi Həftə verilişi efirdədir. Həftənin əsas iqtisadi xəbərlərini sizə mən Orxan Məmmədov çatdıracağım. Daha sonra verilişimizi studiyamızın qonağı ilə davam etdirəcəyik. Bugün Azərbaycan və Mərkəzi Asiya şərqlə qərb, şimalla cənub arasında birləşdirici bənd və körpüdür. Bu sözləri Prezident İlham Əliyev Daşkənddə keçirilən Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə çıxışı zamanı deyib. Bildirib ki, orta dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Son 3 ildə bu dəhliz üzrə Azərbaycandan keçən yük daşımalar 90% artıb. Gediş vaxtları isə xeyli azaldılıb. Международный порт Алят, пропускная способность которого в ближайшие годы достигнет 25 миллионов тонн в год. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi, Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdi. Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yük daşıma qabiliyyətinə malik bu dəmir yolu orta dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir. Rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir. Rəqəmsal İpək yolu layihəsinə Xəzər dənizinin dibi ilə fiber optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir. Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır. Для совместного экспорта электроэнергии на мировые рынки. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4%-nə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq. Maliyyə naziri Sahil Babayev belə deyib. Bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidən qurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonraki 3 il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur. Son 7 il ərzində qeyri-neft qaz sektorunun iqtisadiyyatda payı 58,3%-dən 70,2%-ə yüksəlib. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Bildirib ki, 2018-ci ildən başlayaraq vergi, gömrük və əmək bazarı sahəsində islahatlara start verilib və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə İsrail dövləti hökuməti arasında birgə komissiyanın 4-cü iclası keçirilib. İclasda İqtisadiyyat naziri birgə komissiyanın həmsədri Mikayıl Cabbarov vurğulayıb ki, hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. İclasda iki tərəfli əlaqələr, enerji, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. Yekunda Azərbaycan Respublikası hökuməti ilə İsrail dövləti hökuməti arasında birgə komissiyanın 4-cü iclasının protokolu imzalanıb. Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı WTDC 25 keçirilir. Tədbir inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı mövzusuna həsr olunub. Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ölkələr arasında rəqəmsal fərqliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədi ilə 4 ildən bir keçirilir. WTDC-yə MDB regionunda ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edir.
Bu da öz növbəsində regionda texnoloji və elmi sahələrdə, habelə rəqəmsallaşmada ölkəmizin rolunu daha da möhkəmləndirəcək və respublikamızın beynəlxalq miqyasda nüfuzunu gücləndirəcək. Tədbir noyabrın 28-nədək davam edəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya üzrə Federal Naziri Şaza Fatima Xavaja ilə görüşüb. Görüşdə Azərbaycanda innovasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirilən yeniliklər haqqında müzakirələr aparılıb, İKT sahəsində normativ hüquqi bazanın genişləndirilməsi və müvafiq sahədə birgə layihələrin icrası məqsədi ilə işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub. Rəşad Nəbiyev Amerika Birləşmiş Ştatları Müvəqqəti İşlər vəkili Amy Carlon və Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Siyasətin Planlaşdırılması ofisinin baş müşaviri Jonathan Askonasla görüşdə isə Orta dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verib. Bu istiqamətdə eləcə də Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda kiber təhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb. Bakıda 9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilib. Tədbirdə nağdsız iqtisadiyyat, rəqəmsal transformasiyada sıçrayış tendensiyaları, maliyyə texnologiyaları, rəqəmsal bank həlləri və digər məsələlər müzakirə olunub. Forumda sərhədsiz bankçılıq, maliyyə məzənnəsini yenidən müəyyən edən qlobal qüvvələr, risklər və tənzimləyici təkamül, yerli banklar növbəti artım dalğasını necə formalaşdırır, etibarlı, təhlükəsiz və davamlı bank işi mövzularında panel sessiyaları keçirilib. Azərbaycanın ev sahibliyi etdiyi forumun işində dövlət qurumlarının, kommersiya banklarının, özəl müəssisələrin, tanınmış beynəlxalq maliyyə təşkilatlarının, diplomatik nümayəndəliklərinin və akademik dairələrin təmsilçiləri də iştirak ediblər. Bakıda qadın sahibkarlığının inkişafı samiti keçirilib. Tədbir çərçivəsində sahibkarlıqda innovasiya, rəqəmsal transformasiya, insan kapitalının inkişafı, liderlik və qlobal trendlər mövzularında panel müzakirələr, praktik sessiyalar və şəbəkələşmə imkanları təqdim edilib. Biz birlikdə daha güclü şüarı altında keçirilən sammit iştirakçılara geniş şəbəkələşmə imkanı təqdim edib, müxtəlif biznes platformaları arasında yeni əməkdaşlıqların qurulmasına şərait yaradıb. Yanvar-oktyabr aylarında ölkədən 20 milyard 648,8 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,23% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. İxrac edilən təbii qazın dəyəri 7 milyard 417,7 milyon dollar olub. Eyni dövrdə ölkədən 587 min tondan çox xam məhsullardan başqa bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilib. Bu da ötən illə müqayisədə 18,6% çoxdur. İxrac olunan məhsulların dəyəri 327 milyon dollardan çoxdur. İlk dəfə Milli Etalon Vaxtı, yəni UTC az Beynəlxalq Çəkilər və Ölçülər Bürosu tərəfindən təsdiqlənib. Hazırda Azərbaycan UTC-yə koordinasiyalı universal vaxt töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, Prezident yanında Anti-İnsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu vaxt və tezlik ölçmələri laboratoriyası tərəfindən milli vaxtla peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq Beynəlxalq Çəkilər və Ölçülər Bürosuna göndərilir. Milli Etalon Vaxtının təsdiqlənməsi yalnız texniki yenilik deyil, həm də ölkəmizin strateji maraqları, iqtisadi təhlükəsizliyi, informasiya müstəqilliyi və beynəlxalq etibarlılığı baxımından mühüm əhəmiyyət kəsb edən addımdır. Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi həyata keçirib. Belə ki, Tərtər rayonunun Kəbirli kəndində yerləşən Aqropat MMC şirkətinə məxsus meyvə bağları 2025-ci ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb. Dolu nəticəsində təsərrüfata həm miqdar, həm də keyfiyyət itkisi baş verib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında təsərrüfata ümumilikdə 321.602 manat aqrar sığorta ödənişi təyin edilib. Bu indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişi olmaqla yanaşı, ümumiyyətlə doludan keyfiyyət itkisi üzrə ilk ödənişdir. İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumunun Bacarıqlar Akseleratoru şəbəkəsi
Skills Accelerator Network arasında tərəfdaşlıq çərçivəsində ölkəmizdə bacarıqların yenilənməsinə yönəlmiş Azərbaycan Bacarıqlar Akseleratoru layihəsinə start verilib. Bu barədə daha ətraflı studiyamızın qonağı ilə danışacağıq. Valyuta məzənnələri. Mərkəzi Bankın məlumatına əsasən 1 dollar 1 manat 70 qəpik, 1 avro 1 manat 96 qəpik, 1 Türkiyə lirəsi 4 qəpiyə mübadilə olunur. Əmtəə bazarı. Dünya bazarında Azərbaycan neftinin bir barreli 67 dollar 69 sent təşkil edir. Qızılın bir unsiyası 4046 dollar 10 sentdir. Hörmətli dinləyicilər, eləcə bizi YouTube və Facebook vasitəsilə izləyən tamaşaçılar, həftənin əsas iqtisadi xəbərlərini diqqətinizə çatdırdım. İndi isə verilişimizi studiyamızın qonağı ilə davam etdiririk. Studiyamızın qonağı 4 Simin təhlil və monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadidir. Əzizə xanım, xoş gördük sizi studiyamızda. Təşəkkür edirəm, xoş gördük. Və xəbər verdiyim kimi bugünkü mövzumuz Azərbaycan Bacarıqlar Akseleratoru layihəsi olacaq. Elə ilk sualım da bundan ibarətdir ki, ümumiyyətcə bu layihə nədən ibarətdir, nə deməkdir ümumiyyətcə bu? Biraz texniki səslənir, daha sadə dillə izah edin bizə. Bəli, bu layihə hələ ki ilkin olaraq biz start vermişik. Ötən həftə bir tədbirimiz oldu və bu tədbir çərçivəsində də biz bu platformanın yaradıldığını elan etdik. Demək, Azərbaycan Bacarıqlar Akseleratoru ölkəmizdə insan kapitalının gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun kadrların formalaşdırılması və təhsil və əmək bazarı arasında dialoqların yaradılması, boşluqların aradan qaldırılması üçün yaradılmış dövlət özəl əsaslı bir platformadır. Və bu təşəbbüs Dünya İqtisadi Forumunun Global Skills Accelerator Network var, hansı ki yeni cəmiyyət və iqtisadiyyat mərkəzi tərəfindən icra olunur və həmin bu mərkəzin təşəbbüsüdür. Bu təşəbbüsə Azərbaycandan əlavə 35-dən çox ölkə qoşulub. Bəs ümumiyyətcə bilirik ki, qlobal əmək bazarı dəyişir, yeni peşələr yaranır. Bunun Azərbaycan üçün bu layihənin, bu təşəbbüsün nə kimi zərurəti vardır? Ümumiyyətlə, Dünya İqtisadi Forumunun hər il dərc olunan Future of Jobs, yəni gələcəyin peşələri adlı bir hesabatı dərc olunur və bu hesabatda ötən ilin, yəni bu ilin daha doğrusu Davos forumunda elan edildi ki, demək hesabata əsasən 72 milyondan çox peşə yəni yox olacaq, ixtisara gedəcək, amma 190 milyondan çox isə yeni peşələr yaranacaq. Bunun da əsas səbəbləri təbii ki, müxtəlif faktorlardır. Məsəl üçün, geoiqtisadi fraqmentasiyalar, yaşıl keçid, yəni yaşıl enerjiyə keçid, transformasiya, siyasi dəyişikliklər, geopolitik, demoqrafik dəyişikliklər, eyni zamanda da qabaqcıl texnologiyaların olduqca sürətli inkişafı. Texnologiyaların sürətli inkişafı nəticəsində təxmin edilir ki, 2030-a qədər 44% mövcud bacarıqların, bilik və bacarıqların 44%-i tamamilə transformasiyaya uğrayacaq. Bu da nə deməkdir? Yəni ki, biz artıq texnologiyalarla birgə əməkdaşlıq etməyi bacarmalıyıq. Bilirik ki, layihənin həmsədrləri İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Naziri, SOCAR və Paşa Holdingdir. Bu tərəfdaşların rolu nədən ibarətdir və onlar layihəyə hansı töhfə verəcəklər? Bəli, qeyd etdiyiniz kimi bu layihənin ərsəyə gəlməsində, həm sədrlərin seçilməsində biz xüsusilə önəm verdik ki, həm əmək bazarını formalaşdıran, həm iqtisadi siyasəti formalaşdıran qurumlar burada iştirak etsinlər, həm də sənaye üzvləri də burada iştirak etsin. Ona görə də həmsədr olaraq İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Paşa Holding və SOCAR-ın rəhbər şəxsləri burada təmsil olunurlar və həmçinin 45-ə yaxın digər maraqlı tərəflərin də nümayəndələri bu akseleratorun fəaliyyətini təmin edəcəklər. Bu tərəflərin seçilməsində əsas səbəb ondan ibarətdir ki, məsəl üçün İqtisadiyyat Nazirliyi olaraq biz iqtisadi siyasəti tənzimləyə bilirik və proqnozları görə bilirik, gələcək hara gedir, iqtisadi siyasəti necə tənzimləmək lazımdır və s. Elm və Təhsil Nazirliyi öz növbəsində
gələcəyin əmək bazarına uyğun ixtisasları formalaşdırır, bilikləri, kurikulumları müəyyən edir. SOCAR sənaye və enerji sektoru baxımından hansı ehtiyaclar var kadrlar sahəsində bunu müəyyənləşdirir. Paşa Holding isə artıq özəl sektorun rəqəmsal transformasiyası, innovasiya sektorunun formalaşmasına öz töhfəsini verəcək. Bir sözlə burada bütün maraqlı tərəflərin ortaq bir dialoqu Dövlət və yaranacaq. özəl sektorun sinerjisi də adlandırılmalıdır. Eyni zamanda bu həm də sənayenin ehtiyacına uyğun artıq əmək bazarının formalaşmasına təkan verəcək. Töhfə verəcək. Növbəti sualım isə bundan ibarətdir ki, layihənin əsas fəaliyyət istiqamətləri hansılardır? Burada təbii ki, texnoloji dəyişikliklərdən söz getdiyini nəzərə alaraq ilk öncə insan ağlına rəqəmsal bilik və bacarıqlar gəlir. Xüsusilə də süni intellektin, rəqəmsal əks texnologiyalarının, əşyaların interneti texnologiyalarının bu qədər sürətlə həyatımızın hər bir parçasında, nəinki peşələrdə, nəinki ixtisaslarda, həyatımızın hər bir anında belə deyim, inteqrasiya olması artıq yeni bilik və bacarıqlara yiyələnmək ehtiyacımızı yaranır. Bu səbəbdən də data elmi, məsəl üçün süni intellekt, proqramlaşdırma, informasiya kommunikasiya texnologiyaları, süni intellektin hətta etik tərəflərinin öyrənilməsi olduqca vacib sayılır. Eyni zamanda yaşıl enerji ehtiyacları, bu dəqiqə çağırışlar dünyada olduqca qabarıqdır və bu səbəbdən də yaşıl enerji sahəsində bacarıqlara da ehtiyac var. Yəni buna mən misal çəkə bilərəm. Enerji səmərəliliyinin idarə olunması, dayanıqlı texnologiyalardan istifadə və tətbiqin genişlənməsi, həmçinin texniki bacarıqlar ola bilər. Məsəl üçün sənayedə avtomatlaşdırma, robotların istifadəsi, robototexnika, insan və robot dialoqunun formalaşdırılması və etik formada inkişaf etdirilməsi, həmçinin də təbii ki, bu texniki bacarıqlarla yanaşı yumşaq bacarıqlara da əlbəttə ki, ehtiyac var. Çünki qeyd etdiyim hesabatda qeyd olunur ki, nəinki texnoloji bacarıqlara, hətta məsəl üçün psixologiyanın yeni növləri meydana gələ bilər və yaxud sosioloji elmlərin yeni süni intellektin və yaxud digər texnologiyaların inteqrə edilmiş yeni mutant, belə deyim də, peşələri hibrid peşələr meydana gələ bilər, bacarıqlara ehtiyac ola bilər. Eyni zamanda da həmin bu akselerator platformasının əsas məqsədi ondan ibarətdir ki, insanlar üçün ömür boyu təhsil mədəniyyətinin artıq daha da genişlənməsinə səbəb olsun. Çünki insan davamlı həyatı boyu öyrənməyə meyllidir. Bu səbəbdən də bu platformanın da bu mədəniyyəti aşılayacağına biz inanırıq. Düşünürəm ki, dinləyicilərimiz, eləcə də bizi YouTube-la izləyən tamaşaçılarımız üçün maraqlı bir məqam ondan ibarətdir ki, ümumiyyətcə bu layihənin tətbiqi gənclərin, tələbələrin, iş axtaranların və yaxud elə çalışanların gündəlik həyatına hansı təsir olacaq? Təbii ki, belə bir platformanın yaranmasının təsirləri olduqca böyük olacaq. Burada nəinki gənclər, nəinki yeniyetmələr, siz qeyd etdiyiniz kimi çalışanlar, işə götürənlər üçün də hətta yeni imkanlar yaranacaq. Məsəl üçün, vətəndaşlar üçün bu platformanın təşviqi ilə yeni, pulsuz, əlçatan təlim proqramları formalaşa bilər ki, məsələn, biz burada Coursera platformasından icra etdiyimiz milli proqramı misal gətirə bilərik. Hal-hazırda yəni bu platformadan istifadə edərək yeni sertifikatlar alan, yeni bilik və bacarıqlara yiyələnən vətəndaşlarımızın sayı olduqca çoxdur. 4C Akademiyası çərçivəsində icra etməkdə olduğumuz milli proqram haqqında sizə cari statistikalar barədə məlumat vermək istərdim. Belə ki, cari ilin aprel ayından başlayaraq həmin bu milli proqram çərçivəsində Coursera platformasında təqdim olunan 13 mindən çox kursdan yararlanmış vətəndaşımızın sayı hal-hazırda 37.500-dən çox nəfəri əhatə eləyir və bu şəxslərin hər biri 70 mindən çox kurs bitirmişdir. 13 mindən kurs, yəni qeyd etdiyim kimi 13 mindən çox kurs və təlimlər bütün vətəndaşlarımıza yaşından, professional bacarıqlardan asılı olmayaraq hər kəsi əhatə edir və 13 mindən çox kurs tamamilə ödənişsiz əsaslarla təqdim olunur. Və bu platformada kursların təqdim olma müddəti 6 həftə ərzindədir. 6 həftə ərzində vətəndaşlarımız istənilən sayda kursdan yararlana bilərlər. Məsəl üçün, bizim əlimizdə xüsusi statistikalar var ki, bunu ötən dəfə tədbirimizdə də qeyd etdik.
müəyyən kiçik yaşlı uşaqlar belə, vətəndaşlarımız belə bəzən 40 neçə sertifikat bitirib, yəni kurs bitirib sertifikat əldə edə bilirlər. Bu da əslində bizim vətəndaşların yeni bilik və bacarıqlara yiyələnmək ehtiyacının nə qədər böyük olduğunu göstərir. Eyni zamanda məsəl üçün ali təhsil müəssisəsini başa çatdırmış tələbə gənclərimiz üçün işə hazırlanmasına bir ilham verəcək. Yəni yeni biliklərə, bacarıqlara yiyələndikdən sonra artıq onlar iş həyatına atılanda daha professional yanaşmağı bacaracaqlar, daha strateji vizyonu olmağa başlayacaqlar. Eyni zamanda da yeni sahələrdə yeni peşə imkanları da yaranacaq. Yəni bir qədər qeyd etdiyim məqamların təsiri ilə yeni peşələr də meydana çıxacaq və işə məsəl üçün hal-hazırda çalışanlar olaraq da onlar əgər istəyirlərsə öz sahələrini dəyişsinlər, bu zaman artıq yeni texnoloji biliklərə yiyələnərək, məsəl üçün hüquq sahəsində hal-hazırda çalışan bir əməkdaş süni intellekti öyrənərək süni intellektin etikası sahəsində artıq ixtisaslaşmış olar. Bu da hal-hazırda və bunu da qeyd edim ki, statistikada belə bir məqamda mövcuddur ki, hüquq sahəsində artıq texnologiyaların tətbiqinin və etik tərəfinə biliklərinə sahib insanların, yəni sayına ehtiyac var, belə deyim. Belə bir ehtiyac formalaşıb. Çünki texnologiyalar artdıqca onların etik tərəfləri çağırışları da atmağa doğru gedir. Ümumiyyətcə gələcəklə bağlı danışaq. Gələcəkdə, yəni layihənin növbəti mərhələlərində hansı fəaliyyətlər gözlənilir layihə ilə bağlı icrası nəzərdə tutulan? Bəli, bu layihənin icrası çərçivəsində təbii ki, ilkin atılacaq addımlardan biri yəqin ki, ümumi ssenarinin öyrənilməsidir. Yəni Azərbaycanda, daha doğrusu qlobal arenada baş verən dəyişikliklər Azərbaycandakı əmək bazarına necə təsir edir? İlk öncə bu təhlil olunacaq. Onun hər hansı bir xəritəsi və yaxud atlası yaradılacaq. Məsəl üçün Azərbaycana filan ildə bu qədər peşə ehtiyacı olacaq, bu qədər bilik və bacarıqların yaradılmasına ehtiyac olacaq və yaxud kurikulumlarda hansı dəyişikliklərə ehtiyac yaranacaq. Əmək bazarında neçə dənə yerin yaradılması, hansı sahə üzrə yaradılmasına bir növ bu prediktiv təhlillər etməyə, proqnozlar verməyə bizə kömək edəcək. Həmçinin sənaye, akademiya və dövlət arasında dialoqun formalaşmasına təsir göstərəcək. Artıq sənaye öz ehtiyaclarını bildirəcək ki, mənim bu sahədə, məsəl üçün süni intellekt və ya robotik texnika ilə məşğul olan kadrlara ehtiyacım var. Ali təhsil müəssisələri, akademiya bu peşələrə, bu bilik və bacarıqlara sahib, belə deyim, kadrları yetişdirəcək. Dövlət isə artıq onlar həmin bu yetişdirilmiş kadrların inkişafına öz töhfəsini verməyə başlayacaq. Əziz xanım, təşəkkür edirəm sizə ətraflı cavablarınız üçün. Yenidən sizi studiyamıza görməyə şad olarıq. Təşəkkür edirəm. Minnətdarım sizə. Xatırladım ki, studiyamızın qonağı 4SIM-in təhlil və monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi idi. Bununla da iqtisadi həftə verilişi sona çatır. Bizim CBC FM Azərbaycan YouTube və Facebook səhifələrinə abunə olmağı unutmayın. Sağ olun.